Canlar, bugün işimin en güzel bir vaxtındayam da artıq maşallah olsun. Forever Living şirkətində artıq 4 illik Azərbaycan birincisiyəm. Artıq dünyada tanınmış bir liderəm. Forever Living şirkətinin dünyada olan liderlərin içində. Bu həqiqətən mənə qürur verir. Sevinirəmmi? Təbii ki, çox sevinirəm. Amma Forever Living'dən tanış olanda heç çox bir şey düşünməmişdim. Amma bir şeyi bilirəm ki, insan hədəfi çox güclü olmalıdır. Əgər bu həyatda hədəfiniz varsa, onu mütləq böyük arzular edin, böyük hədəflər tutun. Heç vaxt deməyin ki, bircə bir otaqlı evim olsaydı, onu heç vaxt deməyin ha. Deyin ki, bircə 3 mərtəbəli villam olsaydı, bircə özümə son model Mercedes maşını alsaydım, iPhone 17 çıxdı mı, həmən mən onu almalıyam, amma da kredit yox, nəqd. Bonus aldın, get nəqd ver, al, ürəkli ol. Bunların hamısına Forever sayəsində etdim. Təbii ki, mən aptekdə işləyən vaxtı, deməli, aptekdə işləyirəm, 250 manat maaş alırdım da, o nə idi ki? Belə, bu otelin təzə tikilən vaxtı idi, bu Azərbaycana çox tanınmış bir oteldir bura, vətəndaş deyirlər də. Deməli, bunun yanından keçib gedib belə gəldim, deyilmi? Görəsən burada insanlar necə gəlirlər? Görəsən bu insanlar burada necə pul verib otura bilirlər? Akaz mıtısa oturmaq olurmuş. Deyib belə. Odur ki, nə etmək lazımıymış? Yaxşı işləmək, yaxşı qazanmaq. Məşhur türk müğənnisi var, Seda Sayan deyir, köpək kimi çalışıram, kraliçalar kimi yaşayıram.